Metamfetamin patı beynin mükafat sistemini zorla stimullaşdıran ağır sintetik stimulyatordur. Qısa müddətdə eyforiya, enerji, yuxusuzluq və iştahsızlıq yaradır. Sonra isə ağır psixoloji asıllıq, tükənmə və nəzarət itkisi yaranır. Fiziki fəsadları, ürək döyünmə, yüksək təzyiq, insult, infarkt, arıqlama, dərinin qaşınması, çürüməsi, dişlərin çürüməsi, damaqda yaraların əmələ gəlməsi. Psixi fəsadlar, paranoya, aqressiya, təşviş, panik atak, qallüsinasiya, məni izləyirlər tipli düşüncələr, depressiya və intihar riski. Beyin və davranış, yaddaş, diqqət zəifləyir, qərarvermə pozulur, insan maddəni tapmaq üçün riskli davranışlara gedir. Əgər istifadə varsa, qəfil kəsmək, ağır depressiya, özünə ziyan vurmaq, intihar riski yarada bilər. Bunun üçün buna görə narkoloq, asıllıq üzrə mütəxəssis ya da psixiatr nəzarəti mütləqdir.